Salamlayıram hər birinizi. Bugün sizlərlə Azərbaycan tarixi erkən orta əsrlər dövrü memarlıq abidələrinin xəritədə yerini müəyyən edəcəyik. Əvvəlcə biz bilməliyik, erkən orta əsrlər 3-11-ci əsrləri əhatə edir və bu abidələrimiz öz zənginliyi ilə seçilir. Əvvəlcə baxaq 3-7-ci əsrlər Alban memarlıq abidələrinin yerinə. Xəritədə görürsünüz, qaxda Torpaqqala istehkam səddi. Xəritədə qırmızı rənglə verilmiş yer Qax rayonunun ərazisidir və Torpaqqala istehkam səddi burada yerləşir. Ümumiyyətlə 3-7-ci əsrlər Sasani ağalığı dövründə şimaldan olan hücumların qarşısını almaq məqsədindən müxtəlif sədlər inşa edilmişdi. Bunlardan biri Qax rayonunda yerləşir. Digərləri isə yaşıl rənglə işarələdiyim, dairələdiyim hissədə Dərbənd, Şirvan və Samur sədləri yerləşir. İsmayılda Cavanşir qalası 3-7-ci əsrlər abidəsidir. Şabranda Çıraq qala 3-7-ci əsrlər abidəsi. Ağdərədə Çarabkert qalası yenə 3-7-ci əsrlər Alban memarlıq abidəsidir. Ağdamda Govur qala 3-7-ci əsrlərdə tikilmişdi. Laçında Ağoğlan məbədi 3-7-ci əsrlərdə inşa edilmişdi. Xocabənddə Amaras monastırı 3-7-ci əsrləri əhatə edir. Şəkidə Kiş məbədi yenə 3-7-ci əsrlər Alban memarlıq abidəsi. Qazaxda Yuxarı Əskipara kəndi yaxınlığında qala kompleksi, bu da yenə 3-7-ci əsrlər Alban memarlıq abidəsidir. Bundan əlavə Alban memarlıq abidələrindən biz Üç Mədzini də deyə bilərik. Üç Mədzində Göymələklər məbədi indiki İrəvan ərazisinə təsadüf edir, Qərbi Azərbaycana təsadüf edir. Və Bərdədə Tərtər çayı üzərində daş körpü 7-8-ci əsr Ərəb ağalığı dövründə inşa edilmişdi. Şamaxıda Cümə məscidi 8-ci əsrdə inşa edilmişdi. Lerikdə Oğlan qala, bu abidəmiz 9-11-ci əsrlərə aid abidədir. Naxçıvanda Əlincə qalası 9-cu əsrdə inşa edilmişdi. Şamaxıda Sündü məscidi 920-ci ildə inşa edilmişdi, 10-cu əsrə aid abidəmizdir. Və Cəbrayılda Xudafərin körpüsü bilirsiniz ki, 1027-ci ildə Şəddadi hökmdarı Fəzli bin Məhəmmədin göstərişi ilə inşa edilmişdi. Belə, bugünlük bu qədər. İzləməyi, bəyənməyi də unutmayın.